Fitnənin bəlkə də günümüzdə ən çox görünən fəsadları odur ki, ət-təassub sufiyyə və zəhəbul mənhəcü sələf. Daha çox görsənən, daha çox bilinən sufilik, təəssübkeşliyi, bir də sələf mənhəcini itməsi. Niyə görə qardaşlar sufilik, təəssübkeşliyi? Çünki sufilərə görə, yəni burada rafizlərdə misal çəkilmək olar. Niyə görə sufilik, təəssübkeşliyi? Çünki onlar öz xocalarını, öz müridlərini, mürşidlərini artıq müəyyən yəqinliyə çatmış bilirlər. O nə dedi, odur, qutardı, getdi. Hətta o gəlib, həmən mürid, mürşid, həmən o böyüyü, o yəqinliyə çatan, gəlib ona desə ki, sən evdən çıx, mən bu gedir sənin yoldaşın yanında qalmalıyam, o etiqad edir ki, o nəsə bilir ki, gəlib ona. Bu cürdülər, qardaşlar. Hətta o gəlib, həmən mürid, mürşid, həmən o böyüyü, o yəqinliyə çatan, gəlib ona desə ki, sən evdən çıx, mən bu gedir sənin yoldaşın yanında qalmalıyam, o etiqad edir ki, o nəsə bilir ki, gəlib ona. Bu cürdülər, qardaşlar. Hətta o gəlib, həmən mürid, mürşid, həmən o böyüyü, o yəqinliyə çatan, gəlib ona desə ki, sən evdən çıx, mən bu gedir sənin yoldaşın yanında qalmalıyam, o etiqad edir ki, o nəsə bilir ki, gəlib ona. Bu cürdülər, qardaşlar. Onların etiqadına görə o yəqinliyə çatıb. Qutardı, getdi. O nə dedi, odur. O desə ki, mən uçsam, bəli, o uçur. Filan kəs uçur, qutardı, getdi. Şək eləmək, şübhə eləmək olmaz. Amma ki, sufi təriqətini, sufi mənhəcini yaymaq, sələf mənhəci altında, sələf etiqadı altında filan kəs qutardı, getdi, filan kəs qutardı, getdi. Yəni, bu əslində, qardaşlar, tam sufiliyin özüdür. Tam sufi kör-körün təqlinin özüdür ki, yəni, gözlər bağlı, qulaqlar qapalı, qəlblər kilitli, ancaq kör-körünə təqlid. Allah subhanətələ qorusun. Bu da əlbəttə, qardaşlar, bu təəssübkeşlik, bu sufilik və bu sufi mənhəcinin yayılması həqiqətən də bu gündə baş verən fitnənin ən böyük fəsadlarından biridir. Sanki kimisə yalnız onun haqda deməsini, o haqqı söyləməsini etiqad etmə düşünmək və yalnız filan kəs dedi, mən o deyəni deyəcəm, belə oldu, elə oldu, bu batildən başqa bir şey deyildir. Çünki bu sələfin qoyduğu qaydaya ziddir. Sələfin qoyduğu qaydaya görə, qardaşlar, kişilər nəyə görə tanınır? Haqqa görə. Haqq kişiyə görə tanınmır. Yəni, filan kəs